Hər kəs avtomobildə bir şey axtarır. Kimsə komfort, kimsə adrenalin, kimsə universallıq, kimsə də image. Amma onların hamısını birində birləşdirmək mümkündür. Bu haqda da məhz texnologiya maqnatı milyarder Zhang Cheng düşündü və yeni bir marka yaratdı. Bu Rox'tur. Rox Adams'ın dizaynı məşhur İtalyan kuzov ateliyesi Pininfarina tərəfindən yaradılıb. Avtomobil kvadrat siluetə malikdir ki, bu da ona həm klassik, həm də müasir yolsuzluq avtomobil görünüşü qazandırır. Kəskin xətlər və dik duruş avtomobilə sərt və əzəmətli görünüş verir. İnteryer premium materiallardan işlənib, oturacaqlar və sükan təbii dəridəndir. Mərkəzi monitorda avtomobilin bütün sistemlərini idarə etmək olur. Apple CarPlay ilə telefonu mərkəzi monitora qoşaraq oradakı tətbiqləri də işlətmək olar. Arxa görüntü güzgü isə rəqəmsal 9 zoom ekrana malikdir. O da arxa kameradan gələn görüntünü real vaxtda göstərir. Oturacaqlar qatlananda böyük baqaj həcmi yaranır, yaxud 7 oturacaq etmək olar. Oturacaqların qızdırma, masaj və ventilyasiyası var. Vakuum qapılar, aktiv avtomatik ayaqaltılar, soyuducu, 14 dinamikli high-end audio sistem, ön-arxa monitor, masaj və ambiyent işıqlanma da sürücü və sərnişinlərin rahatlığını təmin edir. Çox adam avtomobilin səsini dinləməyi sevir, amma mən isə sakitliyi çox xoşlayıram. Hətta çox zaman avtomobildə gedərkən heç musiqi də dinləmirəm. Rox Adams'ın salonunda çox yaxşı izolyasiya var və demək olar ki, kənar səslər burada eşidilmir. İstehsalçının verdiyi məlumata görə maksimal yol qət etmə məsafəsi 1226 kilometrdir. Yalnız elektriklə isə 235 kilometr. Lidar sensorlar ətrafı 360 dərəcə lazerlə nəzarət edir. Yağışda, dumanda, tam qaranlıqda belə avtomobil yolu insan gözündən daha yaxşı görür. Bu da təhlükəsizliyi daha yüksək səviyyəyə çıxarır. O yoldakı ən kiçik maneələri görüb pnevmatik askını ona yoğunlaşdırır. Ətrafdakı maneələr ön paneldəki displeydə əks olunur. 140 mm tənzimləmə diapazonuna malik askı sistemi avtomobilin hündürlüyünü şəraitə uyğun dəyişir. Yüksək sürətdə və dayanarkən tam aşağı enir. Elə bil Bakı yağışlarında dərin bölməçədən keçmək üçün yaradılıbdır. Avtomobildən uzaqlaşarkən əgər açar cibindədirsə, avtomobil avtomatik olaraq qapanır. Bu da məncə yaxşı funksiyadır, çünki mən hər zaman qapını bağlamaq yadımdan çıxır. Amma burada bir şey də var ki, buna öyrəşəndən sonra digər avtomobillərdə qapını bağlamaq yaddan çıxacaqdır. Avtomobildəki lidar və sensorlar sistemi yolu analiz edərək L2+ avtopilotla süni zəka ilə idarə olunan bir robot kimi davranır. Zolaq saxlamaq, öndəki maşınla məsafəni tənzimləmək. 156 rəng seçimi olan Smart Ambient işıqlandırma salonun atmosferini əhval-ruhiyyəyə görə dəyişməyə imkan verir. Onu multimedia monitordan dəyişmək olar. Rox Adams haqqında uzun-uzadı danışmaq olar, lakin belə qısa videoda hər şeyi göstərmək mümkün deyil. Bir neçə gündür ki, Rox Adams'ı test edirəm. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Rox Azərbaycan istənilən müştərilərə və yaxud da ki, almaq istəyənlərə 24 saatlıq sınaq yürüyüşü təşkil edir, təqdim edir və 24 saat ərzində, bir gün ərzində avtomobili idarə edərək artıq bir təsəvvür yaratmaq olar insanda. Mən düşünürəm ki, bu çox yaxşı strategiyadır. Çünki məhz insan test etdikdən sonra pozitiv hisslər yarananda artıq qərar qəbul etmək daha asan olur. Xatırladım ki, Rox Motorsun Azərbaycanda satış və servisini Volt Group həyata keçirir.